Gündə neçə addım atmalıyıq və addımlarımız bizi hansı xəstəliklərdən qoruyur? Hər gün neçə addım atmalı olduğumuz bizim yaşımız, fiziki aktivliyimiz və sağlamlığımızla bağlıdır. Amma həkimlərin tövsiyə elədiyi ideal addım sayı 10.000 addımdır. Gündə 7-8 min addım da sağlam qalmağınızda sizə dəstəkçi ola bilər. Özəlliklə həkimlər orta yaşlı və yaşlı insanlara gün ərzində 7-8 min addım atmağı tövsiyə eləyirlər. Gündə 5.000 addım isə az bir rəqəm hesab olunur. Bu əslində bir oturaq həyat tərzi deməkdir. Çalışın ki, addım sayılarınızı çox eləyəsiniz. Bəs addım sayılarımızın çox olması bizi hansı xəstəliklərdən qoruyur? Gəlin bu barədə məlumat verim. İlk növbədə sizi ürək xəstəliklərindən qoruyur. Bilirsiniz ki, piyada yerimək bizim qan dövranımızı sürətləndirir. Bu da ürək xəstəliklərinin yaranma riskindən bizi qorumuş olur. Addım atmaq həmçinin şəkərli diabetlə də mübarizə aparır. Çox yeridiyiniz zaman qanınızda olan şəkər səviyyəsi stabil qalır. Çox addım atmaq sizi artıq çəkidən də qorumuş olur. Siz çox yeridiyiniz zaman bədəninizdəki kalorilər yanmış olur. Bu da sizin arıqlamağınızı gətirib çıxarır. Addım sayılarınızın çox olması sizi stres və depressiyadan da xilas edir. Çünki insan piyada gəzdikcə onun bədənində olan serotonin, yəni xoşbəxtlik hormonu artmış olur. Bu da ki, əhval-ruhiyyənizin yaxşılaşmasına gətirib çıxarır. Nizamlı olaraq piyada gəzmək sizin sümük və oynaq problemlərinizdə də yardımcı olur. Xüsusilə osteoporozun yaranmasının qarşısını alır. Və nəhayət yuxusuzluq. Əgər bu problemdən əziyyət çəkirsinizsə, çalışın ki, gün ərzində minimum 7-8 min addım piyada gəzəsiniz. Amma əsas olan davamlı olmaqdır. Bir gün piyada yeridim, 5 gün evdə oturdum, belə hal olmaz. Çalışın ki, az olsa da addımlarınızı davamlı şəkildə atasınız. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, bəyən düyməsinə basmağı və kanalımıza da abunə olmağı unutmayın.